Azərbaycan Xalq Parlamenti İnsan Komissiyası qərar verir. Azərbaycan Xalq Parlamentinin İnsan Komissiyası Azərbaycan Xalq Parlamentinin nizamnaməsinin tələblərini rəhbər tutaraq millət vəkillərinin parlament fəaliyyətində iştirakı, daxili insan qaydalarına riayət edilməsi, eləcə də parlamentin institusional nüfuzunun qorunması ilə bağlı məsələlərə baxmış və aşağıdakı halları müəyyən etmişdir. Müəyyən edilmişdir ki, Azərbaycan Xalq Parlamentinin millət vəkilləri Qurban Məmmədov, Abid Qafarov, Əli Quliyev, Xatirə Cəbrailova, Ərəstun Oruclu və Ataxan Əbilov üzürsüz səbəblərdən ardıcıl olaraq 5 dəfədən artıq parlamentin rəsmi iclaslarında iştirak etməmişlər. Bu hal Azərbaycan Xalq Parlamentinin nizamnaməsinin 6.5.2.4-cü maddəsinin tələblərinin pozulmasıdır. Həmin maddəyə əsasən İnsan Komissiyası parlament iclaslarında üzürsüz səbəbdən ardıcıl 5 dəfə iştirak etməyən millət vəkilinin səlahiyyətlərinə xitam verilməsi barədə rəyasət heyətinə təqdimat vermə səlahiyyətinə malikdir. Araşdırmalar zamanı müəyyən edilmişdir ki, qeyd olunan məsələ ilə bağlı izahatların dinlənilməsi məqsədi ilə adı çəkilən millət vəkilləri İnsan Komissiyasının iclasına rəsmi qaydada dəvət edilmiş, lakin buna baxmayaraq, onlar üzürlü və ya üzürsüz səbəb göstərmədən iclasda iştirak etməmişlər. Bu hal parlamentin daxili insan, qarşılıqlı məsuliyyət və institusional əməkdaşlıq prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, millət vəkilləri Qurban Məmmədov və Abid Qafarov tərəfindən Azerfreedom YouTube kanalı vasitəsilə Azərbaycan Xalq Parlamenti adına və adından qanunsuz maliyyə vəsaitlərinin yığılması halları baş vermişdir. Bu hərəkətlər Azərbaycan Xalq Parlamentinin nizamnaməsinin 9.8-ci maddəsinin Xalq Parlamentinin adından maliyyə işləri yalnız parlament sədri və rəyasət heyətinin bir üzvü tərəfindən təsdiqlənmiş maliyyə menecerinin idarə etməsi və 9.9-cu maddəsinin maliyyə menecerinin parlament adından bütün maliyyə sənədlərini imzalamaq səlahiyyətinə malik olması, tələblərinin kobud şəkildə pozulmasıdır və parlamentin maliyyə idarəçiliyinin vahidliyinə, şəffaflığına və legitimliyinə ciddi xələl gətirmişdir. Bundan əlavə, müəyyən olunmuşdur ki, millət vəkili Abid Qafarov Azərbaycan Xalq Parlamentinin rəyasət heyətinin müvafiq qərarı və səlahiyyəti olmadan parlamenti təmsil etmək cəhdləri göstərmiş, parlament adından müxtəlif görüşlər və təmaslar keçirmiş. Eləcə də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Xalq Parlamentinin rəhbəri qismində saxta adla çıxış etməyə cəhd göstərmişdir. Bu hərəkətlər Azərbaycan Xalq Parlamentinin nizamnaməsinin 6.2.5-ci maddəsinin tələblərinin pozulması olmaqla yanaşı, beynəlxalq təşkilat nümayəndələrinin aldadılmasına yönəlmiş və parlamentin institusional nüfuzuna ciddi zərər vurmuşdur. Eyni zamanda Azərbaycan Xalq Parlamentinin firma blankından şəxsi və qanunsuz məqsədlərlə istifadə edilməsi, habelə ötən seçkilərdə iştirak etmiş bəzi deputatlığa namizədlərlə əlaqə yaradılaraq Azərbaycan Xalq Parlamenti rəhbərliyi və xüsusilə seçki komissiyası haqqında həqiqətə uyğun olmayan mənfi rəy formalaşdırmaq cəhdləri də aşkar edilmişdir. Araşdırma nəticəsində həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Xalq Parlamentinin keçmiş rəyasət heyətinin üzvləri olmuş millət vəkilləri Ataxan Əbilov, Xatirə Cəbrailova, Ərəstun Oruclu və Abid Qafarovun qeyri-qanuni təşəbbüsü və rəhbərliyi ilə 2025-ci ilin dekabr ayında və 2026-cı ilin yanvar ayında parlamentin nizamnaməsinə zidd olaraq səlahiyyətsiz və qeyri-legitim şəkildə bir qrup millət vəkilinin iştirakı ilə qanunsuz iclaslar təşkil etmiş. Həmin iclaslar Azerfreedom YouTube kanalı vasitəsilə canlı yayımlanmışdır. Bu hərəkətlər parlamentin rəsmi iclas prosedurlarının, daxili idarəetmə mexanizmlərin və institusional legitimliyinin açıq şəkildə pozulması kimi qiymətləndirilmişdir. Araşdırmalar zamanı əlavə olaraq müəyyən edilmişdir ki, adı çəkilən şəxslər Azərbaycan Xalq Parlamentinin adından özbaşına WhatsApp qrupları yaradaraq millət vəkilləri arasında çaşqınlıq yaratmış,
informasiya mühitini manipulyasiya etmiş, Azərbaycan Xalq Parlamentinin rəsmi strukturlarından kənar qanunsuz toplantılar təşkil etmiş, bu toplantıları Qurban Məmmədova məxsus YouTube kanalı vasitəsilə yaymaqla ictimaiyyəti çaşdırmaya cəhd göstərmişlər. Həmçinin müəyyən edilmişdir ki, həmin şəxslər müxtəlif YouTube kanallarında çıxış edərək özlərini Azərbaycan Xalq Parlamenti rəhbərliyi kimi təqdim etmiş, bununla cəmiyyətdə çaşqınlıq yaratmış, Azərbaycan Xalq Parlamenti haqqında yanlış və həqiqətə uyğun olmayan məlumatlar yaymışlar. Bununla yanaşı, Azərbaycan Xalq Parlamenti adından saxta internet resursu azkp.info domenli sayt yaradılaraq saxtakarlıq fəaliyyəti həyata keçirilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, adı çəkilən şəxslər müxtəlif vasitələrlə legitim əsaslarla fəaliyyət göstərən Azərbaycan Xalq Parlamentinin ünvanına və fəaliyyətinə qarşı qarayaxma və nüfuzdan salma xarakterli fəaliyyət aparmış, bu isə parlamentin institusional nüfuzuna, daxili sabitliyinə və legitim fəaliyyətinə zərər vurmuşdur. Yuxarıda göstərilənləri Azərbaycan Xalq Parlamentinin nizamnaməsinin tələblərini və parlament etikası prinsiplərini rəhbər tutaraq Azərbaycan Xalq Parlamentinin İntizam Komissiyası qərar verir. 1. Azərbaycan Xalq Parlamentinin millət vəkilləri Qurban Məmmədov, Abid Qafarov, Əli Quliyev, Xatirə Cəbrailova, Ərəstun Oruclu və Ataxan Əbilovun millət vəkili mandatına xitam verilməsi barədə rəyasət heyətinə təqdimat göndərilsin. 2. Rəyasət heyətinin təqdimatı və parlamentin müvafiq qərarı əsasında seçki komissiyasına adı çəkilən şəxslərin Azərbaycan Xalq Parlamentinin üzvləri siyahısından çıxarılması üçün müraciət edilsin. 3. Qanunsuz təşkil edilmiş iclaslarda iştirak etmiş digər millət vəkillərinin diqqətinə çatdırılsın ki, bu hal son rəsmi xəbərdarlıq kimi qiymətləndirilir və analoji halların təkrar edilməsi daha ağır intizam tədbirlərinin tətbiqinə əsas yaradacaqdır. 4. Adı çəkilən şəxslərin diqqətinə çatdırılsın ki, Azərbaycan Xalq Parlamentinin legitim fəaliyyətinə qarşı yönəlmiş bu kimi hərəkətlərin gələcəkdə təkrar edilməsi halında məsələ ilə bağlı müvafiq hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. 5. Bu qərar qəbul edildiyi andan qüvvəyə minir. Azərbaycan Xalq Parlamentinin İntizam Komissiyası 07 fevral 2026-cı il. Dəyərli millət vəkilləri, bu İntizam Komissiyasının gəldiyi qənaətdir və beləliklə biz bunu Azərbaycan Xalq Parlamentinin rəyasət heyətinə təqdim etmişik. Buyurun, indi söz sizlərdə. Təşəkkür edirəm diqqətinizə görə.